Ölkədə özəl reabilitasiya mərkəzlərinin sayı artmaqda davam edir. Elə sosial şəbəkələrdə də bu cür yerlərin mütəmadi reklamlarına rast gəlirik. Hətta müxtəlif vaxtlarda bəzi reabilitasiya mərkəzlərində insanlara işgəncələr verilməsi halları ifşa olunub və həbslər həyata keçirilib. Dövlət mərkəzləri əlilliyi olan şəxslər və tibbi sosial reabilitasiya ehtiyacı olan vətəndaşlar üçün əsas xidmət mənbəyidir və bu strukturlar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən idarə olunur. Buna baxmayaraq cəmiyyətin asıllıq, travma sonrası stres, davranış problemləri və sosial reabilitasiya ehtiyacları artdıqca bu sahədə daha çox xidmət təklif edən müəssisələr yaranır. Özəl reabilitasiya mərkəzləri də bu tələbatı qarşılayan təşəbbüslərdir. Belə ki, burada asıllıqdan çıxma, psixoloji və sosial reabilitasiya proqramları, davranış terapiyaları və fərdiləşmə reabilitasiya metodları təklif olunur. Bu xidmətlər dövlət müəssisələrinin spektrindən fərqli olduğu üçün bir çox ailə özəl mərkəzlərə üst tutur. Biz də sözü gedən özəl reabilitasiya mərkəzlərindən birinə yollandıq. İllərlə narkotik asıllığından əziyyət çəkən, ancaq reabilitasiyadan keçərək sağaldığını deyən şəxslərlə həmsöhbət olduq. Onların sözlərinə görə daha öncə bu məqsədlə dövlət müəssisələrinə də üst tutublar, ancaq uğurlu nəticə əldə edə bilməyiblər. Bəli, köhnə asılı olmuşam, narkomaniyadan əziyyət çəkmişəm. 14 il istifadəm olub. Mən heç cürə qərar verəmirdim, çünki mən o ağla sahib deyildim, mən özüm qərar verəm. Mənim bütün günü ağlım, fikrim hamısı narkotikdə idi. Məni ailəm tapdı, gəldilər məni, gördüm, qayğını, sevgini, özüm qəbullandım, başladım sağalmağa. Olmuşam vaxtında 3-4 dənə yerdə olmuşam, ancaq nəticə uğurlu olmayıb deyənə çıxıb yenə təzədən istifadəyə qayıtmışam, amma bir nəfəsə indi 30 sayda ayğam, narkotikdən uzağım. Çıxış yolum yox idi da, yəni çarəsiz vəziyyətdə idim. Ondan sonra girdim, reabilitasiyalarla maraqlanırdım. Evdəkilərə etdim ki, mən bu reabilitasiyaya getmək istəyirəm. 10 il istifadə müddətim olub. Bugünkü gündə 4 ildir reabilitasiya mərkəzindəyəm. Burada sağalmışam və burada da qalıb işləyirəm. Özəl reabilitasiya mərkəzlərinin necə yaradılması və hansı standartlar çərçivəsində fəaliyyət göstərməsi də maraq mövzusudur. Belə ki, şəxslər və ya şirkətlər müəyyən ehtiyacları görərək reabilitasiya mərkəzləri açır. Bu mərkəzlər də daha çox psixoloji və sosial reabilitasiya sahəsində ixtisaslaşır. Asıllıqlar, motivasiya proqramları, davranış dataları, stresslə mübarizə və bu kimi mövzular ətrafında formalaşır. 4 ildir fəaliyyət göstərən özəl reabilitasiya mərkəzlərindən birinin rəhbəri Əkbər Cəfərov deyir ki, bu müddət ərzində tam kurs keçən 200 nəfərdən təxmini 180 nəfərin reabilitasiya prosesində uğurlu nəticə əldə olunub. Burada reabilitasiya proqramı məcburi deyil, könüllü şəkildə həyata keçirilir və kurs müalicəsinə başlamazdan öncə pasiyentlə razılaşma əsasında müqavilə bağlanır. 2 mərhələdən ibarətdir. Yəni 6 ay stasionerdir, 3 aydakı sosiallaşmadır. Obşi 9 aydır. Bu 9 ay ərzində hamı bu etapları keçməlidir. Fərdi yanaşma var. Məsələn, ola bilər ki, orada qumarbaz olsun, alkoqolizmlə əziyyət çəkən olsun, narkomaniyadan əziyyət çəkən olsun. Onların psixoloji dərsləri belə, yəni fərqlidir. Amma ümumi halda, yəni bizim məşğul olduğumuz iş asıllıq üzrədir. Dərman lazım olmur. Nəyə görə? Əgər dərmanlıq bir pasiyentdirsə, biz birinci yönəldirik, yəni bərpa mərkəzlərinə, yəni klinikaya, orada 21 günə qədər qalırlar, sonra gəlirlər bura. Müsahibimizin sözlərinə görə hazırda özəl reabilitasiya mərkəzləri birbaşa tibb müəssisəsi kimi lisenziya almır. Çünki onların əksəriyyəti tibbi müdaxilə yox, psixoloji və sosial xidmətlər təklif edən strukturlar kimi fəaliyyət göstərir. Burada dərman yoxdur, yəni həkim yoxdur. Onun üçün lisenziya olmur. Müalicə 12 addım proqramı əsasında aparılır, bir də psixoterapiya ilə. Psixoterapiya dərmansız üsullarla, amma əlavə olaraq, məsəl üçün, yəni pasiyent ola bilər ki, psixiatriyadan biz kömək istəyirik. Psixoloqdan, psixiatrdan, ondan sonra ola bilər ki, fiziki məsəl bərpa lazımdır, klinikada əməkdaşlıq edir, onlardan kömək istəyirik, onlar gəlib dəstək olurlar. Yəni bir şəxs üçün burada nə lazımdırsa, yəni qıraqdan cəlb edə bilirik. Amma təbii ki, hər şey qayda-qanun çərçivəsində. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva da bildirir ki, əgər reabilitasiya mərkəzi daxilində tibbi prosedurlar, klinik xidmətlər və tibbi müdaxilələr həyata keçirilirsə, bu halda özəl tibbi fəaliyyət üzrə lisenziya almaq tələb oluna bilər. Eyni zamanda reabilitasiya mərkəzləri kənardan həkim dəvət edirsə, tibb müəssisəsi kimi qanunvericiliyə uyğun lisenziya alınmalıdır. Burada tibbi müdaxilə olmadan yalnız psixoloji yardım göstərilə bilər. Həmin müəssisələr tibbi fəaliyyət göstərmələri üçün
tümən lisenziyalaşdırılmalıdırlar. Psixoloji yardım müəssisəsi olsa da, orada fəaliyyət göstərən psixoloqlar psixoloji yardım haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərə bilərlər. Əslində narkotik vasitə istifadəçilərinin reabilitasiyasında klinik psixoloqun iştirak etməsi faydalı olardı. Ancaq mövcud özəl reabilitasiya mərkəzləri tibb müəssisəsi hesab olunmurlar. Deməli, burada klinik psixoloqun fəaliyyəti qanuna zidd olacaqdır. Bəs özəl reabilitasiya mərkəzlərinin fəaliyyətinə nəzarət mexanizmi tətbiq olunurmu? Bu sualı analitik ekspertiza mərkəzinə ünvanladıq. Bildirildi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun tələblərinə əsasən hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq dövlət qurumlarının rəsmi müraciəti əsasında aparıla bilər. Həmçinin reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığından onların sayı üzrə vahid rəsmi statistika mövcud deyil. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə də sorğu ünvanladıq. Deyildi ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına əsasən reabilitasiya fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü olmadığından həmin fəaliyyət üzrə lisenziya almaq tələbi mövcud deyil. Reabilitasiya mərkəzləri əsasən müalicədən sonrakı mərhələdə fəaliyyət göstərir və şəxslərin fiziki, psixoloji və sosial funksiyalarının bərpasına yönəlir. Nəticə etibarilə özəl reabilitasiya mərkəzləri sosial tələbatı qarşılamaq baxımından faydalı olsa da, onların fəaliyyəti ilə bağlı aydın hüquqi çərçivə formalaşdırılmalıdır ki, vətəndaşların hüquqları və təhlükəsizliyi maksimum səviyyədə qorunmuş olsun. Ayşən Sərdar qızı, Vüsal Hüseynov, Xəbər ertəsi.